Əl-Bəqərə surəsində Allah Teala buyurur: "Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an." Ramazan ayı elə bir aydır ki, Qur'an o ayda nazil olub. Deməli, Qur'an məntiqi ilə Qur'anın Ramazan ayında nazil olduğu bəlli. Qədir gecəsində nazil olduğu və mübarək bir gecədə nazil. Deməli, həmin o mübarək Qədir gecəsi Ramazan ayındadır. Digər aylarda deyil, yəni digər o 11 ayda deyil. Amma həmin o mübarək gecə hansı gecədir? O bir gecədir. Amma görək, dünəndir, bugündür, sabahdır, o məlum deyil. Allahın hikmətidir, Allahın bu, belə deyək, həmin günün gizli qalması, görürsən insanların daha çox ibadət etməsinə, məsələn, bəlli bir gecə olsaydı, edib etməmək. Amma Allah dostları həmin gecəni bu ayın içərisində olduğunu bildiklərindən, onlar elə bütün ayın, bütün gecələrini, yəni mübarək Ramazan ayının bütün gecələrini elə Qədir gecəsi biliblər, Əhya gecəsi biliblər. Çünki Allah Teala özü buyurur ki, biz Qur'anı mübarək bir gecədə, Qədir gecəsində Ramazan ayında nazil etdik. Deməli, buradan məlum olan budur ki, həmin gecə bir gecə olduğundan, bu gecə mübarək Ramazan ayının bütün gecələrində ehtimal olunan bir gecədir.